Mən Cəlilabad sakini Şərifzadə Orxan Məmmədoğlu. Özüm Petrovka qəsəbəsində yaşayıram və əkin sahəmizdə Petrovka olunan yerdə yerləşir. Xəlləbəd yolunda, üstündə demək olar ki. Mən əkin sahəmə gəldim, gördüm ki, əkin sahəm yararsız hala salınıb. Mən vərəmir əkmişəm, nə qədər bura maya çəkmişəm, biz 9000-dən yuxarı mən bura maya çəkmişəm. Göründüyü kimi mənə bir xeyləm ziyan vurulub. Buradan səslənirəm Daxili İşlər Nazirliyindən Vilayət Eyvazov cənablarına. Xahiş eləyirəm, bu işə baxılsın, mənə dəymiş ziyan qarşılansın və buna səbəbkar olanlar tapılsın. Qanun qarşısında cavab versin. Mən özüm iş adamı olduğuna görə mən günlük vaxtım olmur gəlib baxmağa. Bu günlər gəlib baxmışam, görürəm ki, bu yer təzə olunur və bundan su istifadə ediblər. Şimdisə məndən şəxsi qərəzliyi vardı, mənə ziyan vurmaq istəyir. Mənə rahadı 2500-3000 manat arası ziyan vurulub. Xahiş edirəm, bu adamlar tapılsın və məsuliyyətə cəlb olunsun. Özünüz də görürsünüz ki, sümbülləşmə vaxtıdır. Ücey bir həftə qalır bunun biçiminə. Pis günə, məhv günə qoyublar ərazini. Bunu eləyənə mən buradan səslənirəm. Bu video sənin qarşıya çıxacaq. Sən bir yerdə otaranda, sən heç olmasa öz namusu, öz qeyrəti gözün qabağına keçirdin. Amma mən sənin kimi şərəfsiz, namussuz deyirəm ki, mən hər hansısa birinin ailəsinə təhqiramiz söz deyəm. Və sən buna görə dövlət qarşısında, qanun qarşısında cavab verəcəksən və mənə dəymiş ziyanı qarşılayacaqsan. Xahiş edirəm, Cəlilabad rayon polis şöbəsindən bu iş araşdırılsın. Yer sahəmdə görürsünüz və mənə dəymiş ziyan həmin adamdan təzminat formasında mənə geri qaytarılsın. Dəymiş ziyanımı qaytarsın. Bunun biçimdə bir həftə qalırdı. Biçim hazırlaşma işləri aparılırdı. Gəlirəm yerinə baxıram, yerin məhv günündədir, pis günə qoyulub. Bu insana yaraşan bir əməl gör. Xahiş edirəm, bu haqda bir ölçü götürün, bir tədbir görülsün. Və bu barədə mən özümdə Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət edəcəm. Bu ərazilərdə qoyun otaran, mal heyvan otaran hamısını da adın ora qeyd edəcəm. Və öz xoşunuzla gəlindiyim mənə dəymiş ziyanı da geri qaytarın. Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazov, sizdən xahişim budur ki, bu iş araşdırılsın və işi törədənlər məsuliyyətə cəlb olunsun. Diqqətinizə görə çox sağ olun.